Zeynəb qızımız da demək orta dərəcəli miyopiyadır. Uzağı zəif görür. Eynə istifadə edir və illik kontrolumuzdadır. Bizim yəni müəyyən qaydalarımız vardır. Müəyyən qaydalarımız var ki, onları eləməli ki, gözümüz yüklənməsin. Bu imtahan qabağı ən çox da zəifləməsin. Nədir? 20-20-20 qaydası. Yadındadır, necə edirik? Məsələn, kitab oxuyuruq. 20 dəqiqə kitabı oxuduq. 20 dəqiqədən bir 20 saniyəlik uzağa baxırıq. Hardasa 20 fut məsafə, yəni 5-6 metr. Uzağa baxırıq, gözünüz uzağa baxanda dincəlir. Sonra davam edirsən. Yəni çox kiçik, 20 saniyə baxırıq, davam edirik. Yaxşı, birinci qayda odur. İkinci, işıqlanmaya fikir versən, yəni qaranlıqda yaxın məsafə falan olmamalıdır. Yəni çalışmalısan məsafə saxlayırsan 33-40 sm, bax belə. Barmaqla dirsək arası məsafə və işıqlı olmalıdır. Əgər otağın işıqlaması kifayət deyilsə, stol üstü lampadan istifadə edirsən. Oldu? HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.